10-15 gün bundan əvvəl Bakıda tanıdığım bir maddi imkanı nisbətən yaxşı olan bir insan, böyük ətrafı olan bir insan, doktor, öz övladının, özdə birinci toyunu, övladlarının birinci övladının toyunu yaşadığı rayonda elədi, getdi. Özdə rayonda da yox ha, qəsəbədə elədi. Bakıdan bir 200-250 nəfər adam getmişdi ora. Mən o qədər ləzzət aldım o toyda. Adam, bilirsiniz, o gözlənti yaradır da özündə hər bir insan. Mənim imkanım çoxdursa, deməli bahalı, dəbdəbəli şadlıq evində toy eləməliyəm özümə. O stereotip sındırdı ya adam. Sındırdı və ora gələn adamlar da hamısı, demək olar ki, çoxu iş adamları idi. İndi bizdən başqa ki, biz müəllim idik. Təsəvvür edirsiniz, o qədər sadə bir toy elədi və orada hamı ləzzət aldı o toydan. Musiqilər, milli musiqilər, yeməklər, o bölgənin yeməkləri. Deməli, bir çox məsələləri biz özümüzə problem eləyib stresə düşürük. YouTube kanalımıza abone olun.